15 manata vetrovkalar. Sezon başlayan kimi elə qoyuram ki, day o ambiyan olmasın da, bildin efendim. 15 manata buna bax, paçka. Bax gəl. Bunlar heç bunu bayaq çəkdim. 15 manat. Bu dəri materialıdır. Bir də var bunun belə plaşovka olanları. 15 manata. Görürsünüz nə qəşəng. Heç kimlə rəqabət etmirəm. Mənim qiymət siyasətim budur valla. Şimdi özünüz bilin də da. Kimsə dostların istəyən deyir ki, qaqa mənlə rəqabət edirsən. Deyirəm valla gedir özünə bax, mənə bax. Mən heç kimin səhifəsini izləmirəm. Bütün günü mənim səhifəmdə yatıb mənim hərəkətlərimi, nə bilim oradan onu eləyirlər, buradan bunu eləyir, nə istəyirsə, amma şit düşük alınmasın da, bilirsiniz. Nə yüz var? Səmimi. Cəmaatla səmimi rəftar ediyorum. Buna bax, 18 manata qoyduğum jiletkalara bax, xahiş edirəm. Gəlin belə şeyi alın. Bunlandırsa bunu alın. Nə bilim, mən 30 manatlıq kurtkamdansa bunu alın. Niyə? Çünki bu bilirəm sürüşündür, tam əminliklə bilirəm ki, bunu 10 ildə geyinsən, deyəcəksən, sağ olsun İlyasdan bu qiymətə bir şey almışsa. Bax, sürüşündür. Gəlin, maraqlanın hamısında. Bax, bunu görünün nə qəşəngdir. 18 manata bunları ziyana qoymuşam, açıq deyil. Amma qaqamızda temalar bitmir. Koftalar bu tərəfləri qoymuşuq 10 manata, o tərəfləri qoymuşuq 9 manata. Xidmətinizdə inşallah.